Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün yenə həmişə olduğu kimi sizlər üçün çox maraqlı bir vlog hazırlamışam. Ailəvi dostlarımızla birlikdə Kür çayının sahilinə balıq yeməyə getmişdik. Hava da çox gözəl idi. Əsl payız havası, günəşli, sarı yarpaqlar, belə dəniz mənzərəsi çox gözəl, zövq verici idi. Burada çox çəkiliş etmədim çünki ailəvi getmişdik, amma dönərkən bazarlıq etmişdim. İndi baxaq görək nələr almışıq. Burada meyvədir. Üzüm, banan, mandalin ən sevdiyimiz meyvələrdir. Səhərlər qızıma üzümlü gerkules hazırlayıram. Ona görə də üzüm almağa hələ ki davam edirik. Burada isə turşulardır. Qışda, payızda mənim ən sevdiyim yeməklərdə ləzzət verən bir daddır. Ona görə mütləq turşudan istifadə edirik. Müxtəlif iki növ turşudur. Qırmızı kələm turşusu və xiyar pomidor. Bu isə salfetkadır, gerkulesdir. Səhərlər gerkules hazırlayıram. Burada çayla içmək üçün kruasanlar götürmüşük. 2 ədəd, biri moruqlu, digəri isə şokoladlıydı. Bu da mənim ən sevimli şirniyyatım, şəkərburam. 2 ədəd götürmüşəm, biri 1 manatdır. Burada qızım üçün ozmolar götürmüşəm, məktəbə qoyuram onun üçün. Çox xoşdur. Bunu da yoldaşım götürüb, ayaqqabı kremidir. Bizim eyni zamanda bugün bağlamalarımız gəlib Temudan. Onlara baxmalıyıq, baxaq görək nələr var. Bu gördüyünüz köynəkdir. Onu özüm üçün sifariş etmişəm. Materialı çox da qalın deyil. Əslində qiymətinə uyğundur. Səhv etmirəmsə 5 manat idi qiyməti. Rəngi çox gözəl idi. Əlimdə duruşunu da bəyəndim. Burada isə kaşlokdur. Neçə vaxt idi özümə kiçik ölçülü kaşlok istəyirdim. Və belə qəhvəyi rəngdə kaşlok seçmişdim özümə. Bəyəndim. İçini çox da xoşlamasam da üz görünüşünü çox bəyəndim. Qəşəng görünürdü. Baxaq görək başqa nələr var, nələr almışıq. Burada qızımın əşyalarıdır. Ona gimnastika dərsində istifadə üçün alətlər sifariş etmişəm. İlk açdığı çantadır. Həmin idman alətlərini bu çantada aparıb gətirsin. Həm də onun geyimi var. Geyimini də bura yerləşdirəcəm ki, həftə sonları bilsin ki, rahat bunu götürüb getməlidir. Su keçirməzdir. İçi çox genişdir. Nə qədər istəsək yerləşdirə bilərik əşyaları. Bu isə nömrəli rezindir. Onlar istifadə edirlər məşqlər zamanı bu rezindən. Bundan almışıq 1 ədəd. Hər biri də öz sevdiyi rənglərdədir. Çəhrayı rəngdə. Bu isə bu da rezindir. Nazik. Bununla da məşqlər edirlər ayaqları ilə. Ona görə də hər ikisindən sifariş vermişdim. Bir də top almışam. Ancaq topu göstərmədik burada. Çəkməmişik. Bir də topu var. Tenis topu. Onunla da ayaq məşqləri edirlər. Bu isə trend yol bağlamasıdır. Burada qızıma üst geyimi sifariş vermişəm. Kurtka. Elsi Vakiki firmasından. Baxaq görək necədir. Belə qəhvəyi rəngdə, üzərində ağ çiçəklər. Şəkildə necə idisə eynən elədir. İçi də belə qalındır. Çox qəşəngdir. 6-7 yaş vermişəm. Qızımın 6 yaşı var. 6 yaşının içindədir. 5 tamamdır. Belə düz əynin oldu. Yaxşı ki, biraz böyük sifariş etmişəm. Sifarişlərimizə baxdıq. Daha sonra isə gedib yatdıq. Növbəti gün isə həftə sonudur. Evdə olacaq və evdə çoxlu işlərimiz var. Səhər oyanıram. Səhər yeməyimi yeyən kimi mən günorta üçün yemək hazırlayıram. Evdəkilərə aş söz vermişdim. Xüsusilə də qızıma. Ona görə də burada döşəməli aş hazırlayıram. Bu dəfə toyuğu əvvəlcədən biraz qızartdım ki, daha dadlı alınsın. Qızım artıq həyətdədir. Buradan onu çəkirəm. Mətbəxin pəncərəsindən pişiklərinə yemək verir. Onların yeməklərini yerləşdirir bankalarına. Mən də onlara baxıram və gözləyirəm ki, düyü qaynasın, onu süzüm. Budur, artıq hazırdır. Aşımı süzürəm. Biraz soysun. Pəncərədən baxıram ki, artıq onlar yerdə qalan xırnikləri də yığırlar. Keçən dəfə ağacın başında qalmışdı bir hissəsi. Onları yığa bilməmişdik. Bu dəfə isə onları yığırıq hər birini. Belə yoldaşımla onlar birlikdə xurma yığırlar. Mən isə evdə yemək hazırlayıram. Yemək hazır etdikdən sonra onların yanına getməyi düşünürəm. Mən aşda qazmaq olaraq kartofdan istifadə edirəm. Aşağı hissəyə kartof düzürəm. Daha sonra ətləri, üzərindən isə dəmlənmiş düyünü əlavə edirəm. Daha doğrusu qaynatdığım düyünü və üzərinə yağ əlavə edib sarkütündə vurub qapağını örtürəm. Təxminən 20 dəqiqə, yarım saata yaxın çox aşağı atəşdə aşımız dəm alır. Özüm də gedirəm ki, onlara kömək edeyim. Beləcə xurmaların hər birini yerləşdirdik. Evimizdə nə qədər yeşik var idisə, yeşiklərə yerləşdirdik. Bu isə artıq qalandır. Belə stolun üstünə düzmüşük. Bunları da
qonşularımıza, qohumlarımıza, olmayanlara pay vermək istəyirik. Bunların hər birinin içi ağdır, təəssüf ki, qara deyil, şirin deyil. Ona görə də belə düzürük. Qışda bunlar sulanır tamamilə, içi çox yumşaq və dadlı alınır. Daha sonra biz hazırlaşırıq və şəhərə getməliyik. Təzə aldığımız geyimləri də geyinmişik. Mən də burada göstərirəm. Çox bəyəndim həqiqətən. Qaş lokumu da götürmüşəm. Gedirik şəhərə. Şəhərdə də işlərimiz var bir neçə dənə. Həm də bugün kitab sərgisi olacaq. Orada getmək istəyirik. Qızım kitablar almalıdır. Elə özümüz də gəzmək istədik. İşlərimizi həll etdik. Bəzi özəl işlərimiz var idi. Onları çəkmədim sizə. Onları qaydasına qoyduq və indi yollanırıq kitab sərgisinə. Buradan gedirik. Burada park var. Qızım istəyir ki, parkda biraz oynasın. Amma sonra fikrindən daşındı. Ona dedik ki, gedək, sənin üçün kitab alacağıq. Və birbaşa yollanırıq kitab sərgisinə. Neçə vaxtdır reklamlarını görürəm səhifələrdə. Artıq dünəndən başlayıb gedənlər şəkillər paylaşır. Ona görə biz də özümüzü çatdırmaq istədik. Gözəl Gəncə küçələri ilə payız mənzərəsində yavaş-yavaş gedirik sərgiyə. 3 ildir ardıcıl olaraq hər il bu kitab sərgisində iştirak edirik. Bu dəfə daha çox maraq var idi sanki, insanlar daha çox idi, kitab alırdılar. Hətta uşaqlar arasında belə bir təşəbbüs də var idi. Əvvəlcədən onlara xüsusi kassalar, qutular paylanıb və uşaqlar kitab almaq üçün həmin qutulara pul yığırmışlar və bugün onlar həmin kassalarını da gətirib burada kitab alırdılar. Elxan Elatlını gördüm. Orada izləyiciləri ilə görüş keçirirdi, onları çəkdim. Daha sonra rəsm köşəsi var idi. Həmin hissəyə yaxınlaşdıq. Qızımın rəsmə marağı var. Gəldik. Buradan da özü üçün balaca bir heykəl aldı gipsdən. Aparıb onu evdə rəngləməyi düşünürük. Bilə şirin qızdır, alma yeyir. Onu almaq istədi, biz də aldıq. Ancaq burada oturub rəngləmək istəmədi, özündən aparmaq istədi. Düzü elə biz də bunu daha münasib sandıq ki, burada az vaxt keçirdək. Daha çox kitablara baxaq, görək hansı kitablar var, necədir, nə ala bilirik. Ona görə də burada balaca heykəlciyimizi götürürük və gedirik digər masalara yaxınlaşaq, görək hansı kitablar var. Özüm sonuncu dəfə 2 kitab almışam və o 2 kitabları bitirmədiyim üçün, hətta heç oxumadığım üçün ona görə özümə kitab almadım, qızım aldı. Son vaxtlar yoldaşım deyir ki, sən az kitab oxuyursan. Mən də deyirəm ki, uşaq kitablarını çox oxuyuram. Hər gecə qızımı yatızdıranda ən azı ona 4-5 nağıl oxuyuram və fərqli nağıllar istəyir. Ona görə də artıq özümün oxumağa marağım qalmır, başqa işlərim də olur deyə təxirə salıram oxumağımı. Və burada da məşhur yazıçını görürsünüz, tez-tez sosial şəbəkələrdə çıxışlarını gördüyümüz. Çıxırıq çölə, çöldə də belə əl işlərindən ibarət masalar var idi. Hər biri əl işi idi, hazırlanmışdı. Bunlar da çöldə sərgilənirdi. Bunlara da baxdıq. Burada işimizi yekunlaşdırıb yavaş-yavaş evimizə getməyi düşünürük. Ancaq qızım deyir ki, mən şirniyyat istəyirəm. Gedək hardasa çay içək, hardasa oturaq. Elə düzü mən də istəyirdim. İndi görək nə edirik. Yoldaşım da dedi ki, baxarıq. Əvvəlcə gedirik maşınımıza. Maşınımızı belə bu hissədə saxlamışdıq. Hambağı qarşı hissəsində. Kitablarımızı da maşına qoyuram və burada şar da götürmüşdü qızım. Gedirik, əyləşirik. Gedək görək özümüzə nə alırıq. Ya özümüzlə alıb aparacağıq, ya da oturub yeməyi düşünürük. Yolda qərar verdik ki, əyləşməyək, evimizə gedək. Çünki sabah artıq iş günüdür və tez getməliyik. Evdə də işlərimiz var, sabaha hazırlaşmalıyıq. Ona görə də yol üstü belə bir şirniyyat mağazasına girdik və özümüz üçün şirniyyatlar götürdük. Qızım özü üçün burada puding götürdü. Yoldaşım sütlaç, mən isə kruasan götürdüm və ümumilikdə hamısına birlikdə 7 manat verdik. İndi isə gedirik, ya maşında yeyəcək, ya da özümüzdən evə aparmağı düşünürük. Bu mənim kruasanımdır, elə qəşəng dadlı istidir ki, elə burada yemək istəyirəm. Onlar gördü ki, mən yeyirəm. Yoldaşımla qızım da öz desertlərini istədilər, elə onlarınkini də verdim. Hər ikisi dedi ki, çox dadlıdır. Mən sütlaç çox sevmirəm, amma yoldaşım çox sevir, söylədi ki, dadı mükəmməldir. Qızım da pudingini çox bəyəndi, dedi ki, çox ləzzətlidir. Elə mən də kruasanımı bəyəndim. Çox dadlı, ləzzətli idi. Ona görə də maşında yedik sevimli şirniyyatlarımızı. İndi isə evə gəldik.
evdə bir daha aldığımız kitablara baxırıq. Birinci kitabımız budur. Adını bilməyən oğlan. Burada yazıçının özü də iştirak edirdi sərgidə. Ona görə də qızımın kitabını belə yazdı. Çox sağ olsun. Təşəkkürümü bildirirəm ona. Hətta o şəkil çəkməyi də təklif etdi, ancaq qızım istəmədi. Çox tünlü idi. Mənim qızım da elə tün olan yerlərdə biraz özünü narahat hiss edir, istəmədi şəkil çəkdirmək. Bu kitabları da götürdük. Bu qırmızı üzlü kitabın bir hissəsi Azərbaycan dilində, digər hissəsi də ingilis dilində idi. Bu çox yerinə düşdü, çünki neçə vaxt idi ki, qızım deyirdi ki, anam mənim üçün ingilis dilində kitab al, ingilis dilində oxu. Bu çox yaxşıdır ki, eyni mətn bir hissədə Azərbaycan dilində, digər hissədə isə ingilis dilində verilmişdi. Bu isə götürdüyümüz balaca heykəldir. İndi qızım bunu rəngləmək istəyir. Aparıram ona ki, rəngləsin. Görək necə rəngləyəcək. Mən heç bir ideya vermirəm. Özü necə istəyir elə etsin. Görək necə olacaq. Ancaq biz acmışıq. Əvvəlcə yemək yeyirik. Aşımız var təbii ki, çox dadlı, ləzzətli. Aşımızdan yeyirik. Daha sonra isə keçirik rəngləmə işlərinə. Qızım çox həvəslə və zövqlə öz aldığı balaca heykəlciyi rəngləyir. Məncə onda çox gözəl alınır. Budur son nəticəmiz. Çox gözəl, zövqlü hazırladı, məncə rənglədi. Burada isə şahmat oynamağa hazırlaşırıq. Həftədə bir dəfə biz şahmat dərslərinə gedirik və çalışırıq ki, həftənin digər günlərində də evdə bir dəfə hər gün şahmat oynayaq. Burada məni oyuna dəvət edir və birlikdə biraz oynayırıq. Daha sonra isə o yatmağa gedəcək. Mənim də bir balaca işlərim var, onları qaydasına qoyacağam və yatacağam. Dostlar, mən burada sizinlə sağollaşmaq istəyirəm. Hər birinizə çox təşəkkür edirəm ki, videomu sona qədər izlədiniz. Və mənim kanalım sizlər üçün maraqlıdırsa, o zaman abunə olmaqla, xoş rəylər yazmaqla mənə motivasiya olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər hələlik.